Bunun sonrası mətbuat konferansında hər biriniz xoş gördük. Əvvəlcə baş məşqimiz Valdas Dombrovskis onunla bağlı fikirlərini bildirəcək. Daha sonra sizə suallar üçün cavab verəcəksiniz. What's your comments about this match? Congratulations to my team. I think it was a good game. Yes, it's not easy. We scored in the last minutes, but overall I think we dominated and we put a good performance. We created chances. We defended very high with pressing. We didn't allow opponent to create the chances. Kept clean sheet. So overall, not bad. Of course, wanted to score 1 or 2 goals a little bit earlier, but. Sometimes games goes like this. It's football. Opponent also came prepared, came with a good plan, and they were really pushed us till the end. But I really want to congratulate my players, my coaching staff, management as well with another victory. And now to refocus straight from tomorrow training. From tomorrow morning we have training to start to focus on the next weekend. İlk öncə mən bugünkü qalibiyyət münasibətilə komandamı təbrik eləmək istəyirəm. Çox yaxşı bir oyun alındı bugün. Ümumiyyətlə son dəqiqələrdə fərqlənsək belə komandamın performansından çox xoşum gəldi. Biz rəqibə daha çox irəlidə təzyiq eləyirdik. Müdafiə xəttimiz daha çox irəlidə idi və çoxlu qol fürsətləri yaratdıq. Və məmnunam ki, bugün qapımızı toxunulmaz saxladıq. Düzdür, əlavətən 2-3 qolda bugün vuraraq fərqlənə bilərdik. Amma rəqibi də qeyd eləmək lazımdır. Çünki onların da bugün yaxşı oyun planı var idi. Bizə sona qədər təzyiq elədilər, təzyiq altında saxladılar. Amma biz yenə də son dəqiqədə qol vuraraq fərqlənə bacardıq. Bir daha təbrik etmək istəyirəm klubumuzun rəhbərliyini, azarkeşlərini, məşqçi staffını yeni əlavə bir qalibiyyətimiz münasibəti ilə. Bugünkü oyunu unuduruq. Sabahdan etibarən səhər məşqimiz var. Məşqimizə qayıdırıq və qarşıdan gələn oyuna fokuslanırıq, köklənirik. Son 2 oyunda qələbələr qazansa da bu çətinlik olub əvvəlki oyunlara nisbətən. Bunun Qarabağla oyun öncəsi həyəcan siqnalı qəbul edirsiniz? Last 2 match was very difficult. You won with very difficulty. How do you think before the match, Karabakh, this is alarm for you or not? I don't know, maybe. Yes, it's alarm. So we go to work even harder during this week for those trainings, just to improve, because when it's alarm, what you do, you wake up. Ola bilər bizim üçün bir həyəcan siqnalıdır, amma belə olan halda nə etməlisən? Daha çox işləməlisən, daha çox artırmalısan və deyə bilərəm ki, oyanmalısan. Başqa sual olan var? Mikkelsinə ayaq qayıtdı bugün, həmçində Orfin Vinanı transfer eləmişsiniz. Bu iki futbolçunun hazırki fiziki durumu haqqında. Fiziki durumu haqqında. Today finally Mikkel's returned on the pitch and also you have transferred Orfi as a central striker. I would like to know about physical situation of 2 players. Yeah, as you see, Mikkels came very close. And he played already today 20 minutes, so that is very positive. I think we all need everybody here, and Lenz, he proved what he can give to the team. And regarding Orfi, yes, he's still not ready. He had some small illness, but he started to train, and I think it will take maybe 2-3 weeks, but in 2-3 weeks time, I think he should be ready. Gördüyünüz kimi bugün Mikkelsin yenidən qayıtması hər birimizi çox sevindirdi. Çox pozitiv bir hisslər idi. Son 20 dəqiqədə meydana daxil oldu və deyə bilərəm ki, Mikkels özünü artıq isbat eləmiş, bu komanda üçün nələr böyük işlər görmüş bir oyunçudur. Orfi barəsində onu deyə bilərəm ki, Orfidə kiçik bir xəstələnib və onun meydançaya qayıtması üçün
2-3 həftə vaxt lazımdır. 2-3 həftədən sonra yəqin ki, Orfidə hazır olacaq. Başqa sual olarsa, mətbuatdan kəsinliklə buyursan sonra. Qarabağla oyun 31.200 tamaşaçı tutmuna malik Tofiq Bəhrəmovalarına Respublika stadionunda keçiriləcək. Bəllidir ki, Qarabağ Azərkeşlər çempionluq yarışında komandanı, yəni bazarcılar qədər çox olmaz qarşılayacaqlar. Siz sabah Azərkeşlərlə çağırış eləmək istəyərsinizmi? We will have a match next week in Tofiq Bahramov Stadium. Attendance of Tofiq Bahram approximately 31,000, and maybe in this match they will have more fans. Do you want to say something to your fans? Call them to the stadium. I really don't know what to say. I think, you know, like, who wants to come will come. I think Message to first them. and second place teams will play on next Sunday. So, as I said, you know, like I mentioned in one of the press conferences before, I think we I don't know how many games we won in a row, and we score goals and we don't concede. And I really believe that in some of the games we play very good football, but the more we play, the more we win. Less and less fans to come to watch us. So I don't know why it's like this. Is the weather? Is they not interested? So I really hope that next weekend the stadium will be packed, because you know, okay, you guys, you know, like, you want to see Azerbaijan football being promoted in Champions League, but also domestic league is important. And when two top teams playing and you know, going head to head against each other, giving everything, I think is a good thing to see. So I really hope that the fans will be there and we're gonna play with full stands. Nə deyə bilərəm? Düzdür, biz istərdik ki, önümüzdəki həftə daha çox azarkeşlərimizi görək meydançada. Amma biz əvvəlki mətbuat konfransında da mən bu barədə qeyd eləmişəm. Ardıcıl qalibiyyətlərimiz olduqca, daha çox qollar vurduqca, qapımızı toxunulmaz saxladıqca sanki azarkeş sayımız da artmaq vəzində daha da azalır. Mən bilmirəm bu nə ilə bağlıdır. Ola bilər ki, hava şəraitindən bağlı olsun, ola bilər ki, bir maraq azalsın deyə bilmərəm. Amma qarşıdakı həftə bazar günü mən istərdim ki, meydan stadiona çox azarkeşlər gəlsin. Həmişə siz istəyirsiniz ki, komandalarınızı Yüksək Çempionlar Liqasındakı oyunlarda görəsiniz, oyunlarda stadionu doldurursunuz. Amma daxili çempionatda çox önəmlidir. Çünki daxili çempionatda bir-birinə yaxın iki komanda mübarizə aparacaq və mən çox istəyərdim ki, bu oyunda azarkeşlər gəlsin, tribunalarda öz yerlərini alsınlar.